Salam, hörmətli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. Bugün son günlər bir çox vətəndaşı maraqlandıran və tez-tez müzakirə olunan bir mövzudan danışacağıq. Rayonlarda pensiyalar niyə şəhərlərlə müqayisədə daha gec verilir? Xüsusilə sosial şəbəkələrdə və gündəlik söhbətlərdə tez-tez belə fikirlərlə qarşılaşmaq olur. Şəhərlərdə pensiya artıq köçüb, amma rayonlarda hələ də gözləyirlər. Bəs bunun səbəbi nədir? Bu fərq nə ilə bağlı olur? İlk növbədə qeyd etmək lazımdır ki, pensiyaların ödənilməsi vahid sistem üzərindən həyata keçirilsə də, ödənişlərin bütün bölgələr üzrə eyni gün və eyni saatda tamamlanması hər zaman mümkün olmaya bilər. Bunun əsas səbəblərindən biri ödəniş proseslərinin mərhələli şəkildə aparılmasıdır. Pensiya ödənişləri həyata keçirilərkən vəsaitlər müəyyən qrafik üzrə yönləndirilir. Bölgələr üzrə bank xidmətləri, texniki emal prosesləri, ödənişlərin təsdiqlənməsi və köçürmə mərhələləri tarixlər arasında kiçik fərqlər yarada bilir. Digər tərəfdən, iri şəhərlərdə bank infrastrukturu və xidmət sıxlığı daha geniş olduğuna görə bəzi hallarda vəsaitlərin hesablara çatması daha sürətli görünə bilir. Rayonlarda isə eyni proses bir qədər fərqli vaxt aralığında tamamlana bilər. Bəzi vətəndaşlar bunu gecikmə kimi qiymətləndirirlər. Lakin ekspertlər bildirirlər ki, əgər ödəniş rəsmi tarix çərçivəsində həyata keçirilirsə, bu texniki gecikmə hesab edilmir. Əsas məsələ ödənişlərin müəyyən olunmuş müddətlər daxilində vətəndaşlara çatdırılmasıdır. Bəzən mövsümi dəyişikliklər, texniki yenilənmələr, sistem üzərində aparılan işlər və ya bayram günləri də ödəniş tarixlərinə təsir göstərə bilir. Belə hallarda vətəndaşlar arasında narahatlıq yaransa da, rəsmi açıqlamaları izləmək tövsiyə edilir. Ekspertlərin fikrincə, pensiya alan şəxslər ödəniş tarixlərini əvvəlki aylarla müqayisə etməklə yanaşı, yalnız rəsmi məlumatlara əsaslanmalıdırlar. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlar bəzən yanlış təsəvvür yarada bilir. Bəzi pensiyaçılar hesab edir ki, bütün ölkə üzrə ödənişlərin eyni gündə həyata keçirilməsi daha rahat olardı. Digər tərəfdən isə mərhələli sistemin texniki baxımdan daha idarə olunan olduğu fikri də səsləndirilir. Qeyd edək ki, pensiya ödənişlərinin tarixləri ilə bağlı dəyişiklik və ya əlavə məlumat olduğu halda, aidiyyəti qurumlar bununla bağlı rəsmi açıqlamalar paylaşırlar. Siz bu barədə nə düşünürsünüz? Yaşadığınız ərazidə pensiyalar vaxtında ödənilir, yoxsa gecikmələr olur? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu paylaşmağı və yeni xəbərlərdən xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti videolarda görüşənədək.